Əliməm, tez-tez sual verirlər ki, misal üçün, göyçə alçam var, onun kalibrini böyütmək istəyirəm. Və yaxud da nəsə bir meyvəm var, tərəvəzim var, istəyirəm o iri olsun. Elə bir dərmanınız var? Təbii ki, var. Var deyərsən, ya hormon istifadə eləməliyik, ya da ki, palasenli qidalardan C, A, B komponentini tətbiq edərək meyvələrimizi ideal kalibrə çatdıra bilərik. Yəni övladlarımıza zərər vermədən, cəmiyyətə zərər vermədən bunları tətbiq edə bilirik. Onların bəs tərkibində nə var? Bu dediniz, C, A, B. Bəli, belə deyək, dəniz yosun ekstraktıdır, kalsiyumdur, yəni palasenli, kalsiyum, magnezium. Bu da palasen, fosfor, kalium. Bunları tətbiq edərək... Yəni, siz demək istəyirsiniz ki, mən sizə heç bir hormon təklif eləməyəcəm, əvəzində zəhmət çəkin, ağızlarınıza qulluq eləyin ki, kalibri, dadı gözəl olsun. Düzdür? Bəli. Təşəkkür ederim.